Ehtiyac duyulanda səsinizi qaldırmayın, əksinə azaldın. Bu qulaq asmağa zəmin yaradacaq. Şiddətlə tövsiyə edirəm. Qışqırmağı deyil, pıçıldamağı sınaqdan keçirin. İnanın ki, zamanında hələ Vygotsky'nin qeyd elədiyi bu metod əladan da əladır. Bayaq tikə-tikə danışanda başqasının artıq onun nitqinin sürətindən rahatsız olacağı qədər asta templə danışan insanlar yadıma düşmüşdü, hansı ki bir neçə, yəqin ki hamının ətrafında var elə insanlar. Sima baxımından ilk müşahidə edirsən, sonra nə haqda danışdığına baxırsan, ən çox hansı mövzulara fokuslanıb, nə deməyə çalışır, niyə o mövzunu seçib özünə, niyə o fikirləri təkrarlayaraq çatdırmağa çalışır. Ən asan o mövzuya mı yönəlməkdir? O mövzuda danışmaqla ətrafına kimləri cəlb eləməyə çalışır, nə əldə eləməyə çalışır. Bu biraz şeydir, amma zamanla artıq az və ya çox dərəcədə anlaya bilirsən də, müəyyən mənada xarakterini tuta bilirsən. Hətta hissli və məyus olsanız belə övladınızı sevdiyinizi söyləyin. Etdiyin hərəkət məni çox hissəndir. Axı mən səni çox sevirəm, münaqişə istəmirəm. Uşaqla səmimi olun. İdeal valideyn rolunu oynamağa çalışmayın, özünüz kimi olun. Uşaqlar sünniliyi qəbul etmirlər. Cismani əlaqələri, toxunuşları, qucaqlaşmaları yaddan çıxarmayın. Real uğuruna görə onu tərifləyin. Tərifin bol olacağından qorxmayın. Ailədəki əlamətlər günlərlə bağlı fotolara qoruyub saxlayın və bəzən uşaqları başınıza toplayıb onlara birgə baxın. Bu, elə həmin təhlükəsizlik zonası və etibarlı arxadır. Uşağın qəşəng şəkillərini və əl işlərini mütləq saxlayın. Öz yaratdıqlarını zibil vedrəsində görmə ömürlük travmadır. Uşağı müqayisə eləməyin heç kimlə. Uşağı gündəlik işlərdən qorumayın, onun əvəzinə problemləri çözməyə çalışmayın, amma həm də onu yükləməyin. Qoy uşaq evdə səliqə-səhman yaratmağa kömək eləsin. Gördüyü işdən və layiq olduğu tərifdən zövq alsın. Övladınızın çiyninə qaldıra biləcəyi yükü qoyun, qoy özünü bacarıqlı və faydalı hiss eləsin. Uşağı həddindən artıq tərifləməyin, amma layiq olduğu halda həvəsləndirməyi də unutmayın. Bəziləri deyir ki, mən uşağı indidən işlərə cəlb edirəm ki, böyüyəndə çətinlik çəkməsin, görsün ki, hər şey hazır gəlmir, özü də iştirak eləsin deyə zəhmətin qədrini bilsin. Bəziləri deyir, uşaq onsuz da əvvəl-axır öyrənəcək də, indidən niyə onu yükləyim, bir şeylər pis və ya yaxşı, nə vaxtsa öyrənəcək bu işləri. Hər cür fikir var əslində. Bütün hallarda baxmalısan da, yəni materiala baxmalısan.